bugünkü mövzumuz hərəkət qabiliyyətlər olacaq. İlk öncə hərəkət qabiliyyətlər haqqında ümumi məlumat əldə edək. Hərəkət qabiliyyət nədir? Hərəkət qabiliyyət hərəkət fəaliyyətinin icra keyfiyyətini müəyyənləşdirən, insanın anadan gəlmə və ya həyatda qazanılmış motor funksiyasının psixofiziki xüsusiyyətidir ki, hərəkət qabiliyyətlərimiz bizdə həm anadan gəlmə olur, həm də həyatda qazanmış, sonradan qazanmış ola bilir. Başqa sözlə, bu qabiliyyətlər oyun və yarış zamanı öz fəaliyyətlərini daha uğurlu qurmalarına imkan yaradan əsas alətlərdir ki, şagirdlərdə oyun yarış zamanı öz fəaliyyətlərini daha uğurlu qurmaları üçün hərəkət qabiliyyətlərimiz bir növ əsas rolu oynayır. Gündəlik tələbatı ödəmək üçün qaçırıq, tullanırıq, yük qaldırırıq. Bu zaman hərəkətin xüsusiyyətinə asılı olaraq müəyyən hərəkət qabiliyyətlərimiz, sürət, qüvvət, çeviklik, ərgənlik və dözümlülük, sürət, güc kimi hərəkət qabiliyyətlər nümayiş etdiririk. Hərəkət qabiliyyətlər sinif otağından kənarda da həyat fəaliyyəti ilə sıx bağlıdır ki, güclü olmaq üçün müəyyən ağırlığı daşımağı asanlaşdırırıq. Sevinç olmaq üçün gözləmədən yaranmış şəraitdən çıxmağa kömək edir. Sürətli olmaq oyunda rəqiblərdən üstünlük yaradır. Dözümlü olmaq daha uzun müddət fəal qalmağa imkan verir. Ümumi məktəblərində şagirdlərin yaş dövrləri ayrı-ayrı hərəkət qabiliyyətlərin inkişafı üçün ən əlverişli vaxt hesab olunur ki, hər bir hərəkət qabiliyyətimizin müəyyən yaş dövrü var ki, həmən yaş aralığında hərəkət qabiliyyətlərimiz bir növ daha intensiv inkişaf etmiş sayılır. Bu dövrdə təyinatlı hərəkətlər vasitəsilə hər hansı hərəkət qabiliyyətlərin baz azlığının təmin olunmaması, həmin hərəkət qabiliyyətlərin sonradan inkişaf etdirilməsi imkanlarını məhdudlaşdırır ki, həmin o yaş aralığında hərəkət qabiliyyətlərimizi inkişaf etdirmək lazımdır. Əgər sonradan inkişaf etdirməyə çalışsaq belə, həmən bir növ imkanlar məhdudlaşır. Bəzi hallarda da müəyyən hərəkət qabiliyyətlər var ki, onun inkişafı bir növ mümkünsüz olur. 6 hərəkət qabiliyyətimiz, 6 tədris valimiz var. Bir-bir onlara toxunacağıq. Hansılardır? Baxaq bir-bir. Qüvvə, sürət, dözümlülük, çeviklik, ərgənlik və sürət güc. 6 tədris valimiz var, hörmətli müəllimlər. Bu qabiliyyətlərin inkişafı bir-birindən asılıdır. Yəni, hər bir hərəkət qabiliyyətlərimizin inkişafı bir-birindən asılıdır. İndi onlara baxacağıq bir-bir. Hərəkət qabiliyyətlərimizin inkişafının 5 əsas təməlinə nəzər yetirsək, hansılar da olar? İlk öncə adekvat fiziki yük. Yəni, adekvat fiziki yük nədir? Yükün şagirdin hazırlıq səviyyəsinə uyğun olmalıdır. Yəni, hər hansı bir yük şagirdlərə veririksə, şagirdlərin bir növ hazırlıq səviyyələrini nəzərə almalıyıq. Uzun müddətli təsir. Yükün orqanizmə təsiri müvəqqəti deyil, davamlı olmasının təmin edilməsi. Yəni, şagirdlərə bir fiziki yük verəndə müvəqqəti yük deyil, davamlı olmasını təmin etməliyik. Yəni, davamlı bir növ hərəkət qabiliyyətlərimizi şagirdlərə inkişaf etdirməliyik. Düzgün rejim və intensivlik. Hərəkətlərin icra sürəti, təkrarların sayı və istirahət fasilələrinin düzgün planlaşdırılması. Yəni, hərəkətlərin icra sürətini, təkrarların sayını, istirahət fasilərini bir növ düzgün planlaşdırmalıyıq. Müvafiq icra şəraiti. Müvafiq icra şəraiti nədir? Təhlükəsiz və hərəkətin düzgün icrasına imkan verən mühitin yaradılması. Təhlükəsiz mühit yaradılmalıyıq. Hərəkətlərin bir növ düzgün icrasına imkan verən şərait yaratmalıyıq. Səmərəli nəzarət metodlarına nəzər yetirsək, səmərəli nəzarət metodları nədir? İnkişaf dinamikasının mütəmadi izlənilməsi. Yəni, şagirdlərin bir növ hərəkət qabiliyyətlərinin inkişafı zamanı inkişaf dinamikasını mütəmadi izləməliyik və proqramı buna uyğun tənzimləməliyik ki, hərəkət qabiliyyətlərimizin inkişafını bir növ proqramımıza uyğun tənzimləməliyik.
Hər iki qabiliyyətlər haqqında ümumi məlumat əldə etdiyi hörmətli müəllimlər, davamlı növbəti videolarda. Sağ olun.